Dostlar, Steam Duino dövrə kartları gəlib və bundan əlavə burada GPS modulu da onun üçün dizayn edilmişdi. Tək onun üçün yox, ümumi istifadə üçün, amma belə rahat bağlantı Stemma Quick Connector vasitəsilə. Deməli, bunun üzərində ESP32-dir, üzərində sonra WS2812 RGB LED, normal LED. Burada DC-DC konverterdə 24-25 volta qədər kənardan giriş vermək olur. 3 amperə qədər verə bilir. Daha sonra burada proqramlama reset düymələri, həmçində auto reset dövrəsi var. Yəni kod yükləyərkən əlavə düymə basmağa ehtiyac yoxdur. Sonra üzərində burada təcil sensoru var, ADXL 343 və temperatur nəmlik sensoru var, AHD20. Həmçinin bu Quick Connector vasitəsilə Stemma da deyirlər, Quick də deyirlər. Gördüyünüz U-Blocks'un SAM M8 GPS moduldur. Buna da gördüyünüz ki I2C portu vasitəsilə əlaqə qurmuşuq və GPS dataları gəlir. Belə plata üzərində hər şey normal işləyir, qaydasındadır. Bir dənə yeganə səhv, belə deyərdim, olub ki, bu DC jack 2,5 mm-lik daxili dəliyi olan jacklər üçün nəzərdə tutulub. Mənə isə 2,1 olan lazım idi. Ona görə normal geniş istifadə olunan DC jacklər getmir buna. Bir dənə bunu dəyişəcəm növbəti reviziyada. Belə şey şükür qaydasında işləyir. Növbəti videolarda görüşənədək sağ olun.